Herkese salam dostlar. İlk uzun videomuz Brawl Stars oynayırıq. Brawl Stars'ta kitik asırıq dostlar. Prestij eləyəcək. Hesabı tanıdım belə. Satışım yoxdur. 35 min prestij eləmişəm. Belə. Bəzi yerine satışım. Link kostümlərim var. Onları göstərərəm. Arada başqa keçərəm. Yakıt burada 585 qızılım var. Onları necə yazmışam? Pul falan basmamışam. Sadəcə bunları bu Brawl Pass yolunda yazmışam. Hansı 5-6 idi. Hayır, gəlin kitimizə kupa kasaq. Dostlar, bir də ki mən shorts video olaraq 4 tane profil paylaşacağım. Çünki artıq çox videolarım Brawl Stars aid olacaq. Siz də arasından seçin ən yaxşı profili. 4 tane koyacağım. 1 yoxsa 2 yoxsa 3 yoxsa 4. Bir də dostlar, mən belə qərara gəldim ki, buradakı bir sezon, indi bu sezon yox, gələn sezon buradakı bütün star hediyələrini saxlayacağım və bir videoda uzun video olaraq hamısını açacağım. Dostlar, mən indi tez botların hamısını keçim. 120 kupa, 140 kupa olub gəlirəm. Bir də ki, 2 tane maraqlı kostüm gəlsəydi alardım. Ancaq belə sadəcə bu kostümdür, 10.000'ə o da dəyməz də yəni. Dostlar, bu hissələri kəsdim ki, video çox uzun olmasın. 140 kupa oldu. Bəli dostlar, artıq hesablaşmadayıq. Sizcə udacam yoxsa udacam? Yorumlara yazın. Qabağımıza Megdi. Məncə udacam, çünki robotu da yoxdur, bəli uddum. Həm də 6 kupa. Mən də özüm də Türk bloqerim. Amma arada öz bloqerlərimizlə dəstəkləmək lazımdır. Dostlar, hər dəfə udmaq olmur. Bəzən oyunun çətinlikləri də olur. Məsəl üçün burada indi görəsiniz. Burada ucuzanda aşağı 2 kupa çıxır. Bir də ikinci yer olanda artıq 10 kupa qazanırsan. Sizə görə bir dəfə neçə kupa yığmışıq? 150 çox qəşəng. İndi 300 kupa eləməyə çalışaq. Dostlar, Sirius məndə də 1000 kupadır, amma rəqibim onda ən iyrəndiyim karakterdir. Dostlar, bəzi səhnələr kəsirəm, çünki çox uzun olmasın deyənə. Burada yükləri qırıram, güclü olum deyənə. Orada Colt var, o Colt'u Ems öldürür. Mən öldürməyə gedəcəydim əslində. Yükü yadımdan çıxdım. Burada həm Melody var, həm Bibi var. Bibi onu öldürdü, mən də Bibi'yi öldürdü. Bəzən belə pusmaqlar da yaxşı olur. İndi orada Charlie'nin üstünə tullanacağım. Sadəcə mən orada başa düşmədim. O mənə canmaz halda nə idi balaca bir şey. Pem'in üstünə gedəcəydim. Sadəcə El Primo gəldiyinə görə El Primo'nun üstünə getdim ki, özümü qoruyum. Bəli, 2 dəfə tullandım ki, ölməyim. Çünki əslində burada öldürəcəkdi, çox az canım qalmışdı. Ems var. Belə Emslərdən nifrət edirəm, çünki çox güclüdürlər. Bu arada bu maç
belə güclü olduğum maç idi. Çünki 12 alaşağı kupa qazandım. Yəni 6 nəfər öldürdüm. Orada Otislə Ems var. İndi bəziləri orada bir-birini vuracaqlar. Otis məni orada vuracaq. Vurmağa çalışacaq, daha doğrusu mən vurdum. Ems də canımı azaltmaq istəyəndə 1-2 dəfə dəyəcək. Sonra mən öldürəcəm. Buradan indi dəyəcək, canım gedəcək. İndi mən öldürməyə gedəcəm, onun üstünə tullanacağım. Öldürəcəm. Sonra da burada adı yadımdan çıxdı karakterin. O karakter de yadımdan çıxdı adı. İndi onun üstünə tullanacaq, o da öldürəcək. Birinci yer olacaq. 13 kupa üstə 12 kupa eləyəcək. Hər karakter üçün 2 kupa da alaşağı verir. İndi baxın görün, bir dəfəyə 25 kupa qazandım. Burada dostlar 2 dənə Max mən sıxışdırır, öləm. Dostlar görsən neçə kupa yığmışıq. 59 dalbadal bronz olduq. Bu videonun sonunda gümüş olacağım. Qısa olaraq nano paketlər haqqında danışım. Burada əgər nano paket öz yoxdursa hər dəfə belə uyarı eləyir. İstəyirsə oxuyun. Olanda isə sizə 2 dənə belə güc sunur ya da 3 dənə sunur. Aralarından birini seçməlisiniz. Dostlar bu bölümdə güclə oynadığım bölümlərdən biri idi. Burada tezləşdirdim biraz ki, çünki uzundu biraz. Burada Edgar falan olur. Axırda Clancy ilə tək qalırıq. Orada da Clancy'nin üstünə tullanıb onu öldürürəm. Bu oyun da ən çəkişməli oyunlardan biri idi. Burada Frank ilə tək qaldım. Daha doğrusu tək qalmadım. Prosta canımı çox azaldırdı. İndi onun üstünə gedib mən ultim otomatik dolur deyənə kitlərdə elədi də. Üstünə tullanmağı risk aldım. Ancaq risk alanda gördüm ki öləcəm. Ona görə qaçdım. Görün nə qədər fərq elədi. Canım çox az idi. Hesablayın. Franklə mən aramda görün nə qədər fərq var. 20.000 çıxılsın. Dostlar gördüyünüz kimi indi gedirəm yük kasmağa. Kastığım zaman burada 2 dənə Max məni sıxışdırır. Təbii ki də buradan qurtulmaq yolları var. Ancaq karakter də oyuncu da güclü olanda bəzən qaçmaq mümkünsüz olur. Dostlar bir dənə də şeydən bəhs etmək istəyirəm. Yadınızdadır, mega kutu vaxtı o qədər qəşəng idi. İndi biraz zəifləyib oyunun reytingi. Çünki mega kutu gedəndən sonra çox kişi oyunu sildi. Amma məncə də yaxşı oyundur. Sən bu video izləyənlər arasında mega kutuyu xatırlayan odlar varmı? Dostlar artıq 500 kupa olduq. Yəni gərək baxaq görək ümumilikdə dalbadan neçə kupa, 100 kupa qəşəng. Gümüş, 3 dənə də rozet alırıq. Maraqlı rozetlər var. İkinci daha yaxşı idi məncə. Bəli dostlar, bu qədər. Yəni 42.040 kupada olduq. Yəni sizinlə bərabər 42.000-də olduq. İnşallah 50.000-də görərik. Nəysə dostlar, sağ olun, salamat qalın.